görürük biz burada. Bizim gördüyümüz hissə döş qəfəsidir. Birbaşa mən tez yaxınlaşdıranda döş qəfəsinə götürürəm, 2 dənə də əlavə edirəm. Nə əlavə edirəm? Bu əlavə elədiklərim körpücük sümükləridir. Bilirəm ki, suallarda mütləq şəkildə bununla əlaqəli bir şey verəcək. Döş qəfəsinə məsələn bilavasitə birləşir ətrafın hər hansı bir hissəsi. Sərbəst və yaxud da qurşaq adı çəkmədən ətraf dedisə, deməli biz körpücük sümüklərini nəzərə almalıyıq. İndi baxaq. Burada testdə bu hissəni düzəltmişəm, çünki orada səhv getmişdi. Birinci, sarı sümük illiyinə malik olan sümüklərlə bilavasitə birləşmir. Mən doğrunu axtarıram. Sarı sümük illiyinə malik olan sümüklərimiz hansılardır? Buddur, baldırdır, yəni aşağı ətrafların sərbəst hissəsidir. Bir də yuxarı ətrafların sərbəst hissəsidir. Diqqətli olun, yuxarı ətrafın sərbəsti deyirəm. Yuxarı ətrafın sərbəsində də bazu və said sümükləri aiddir. Amma mən burada nəyə göstərirəm? Yuxarı ətrafın qurşağı, hansı ki körpücük sümüklərinə birləşir. Körpücük sümükləri də biz bilirik ki, yalnız qırmızı sümük illiyinə malikdir, yəni sarı sümük illiyinə malik deyil. Deməli, həqiqətən də döş qəfəsinə sarı sümük illiyinə malik olan sümüklər birləşmir. Deməli, bir düzgün fikirdir. 2-yə baxıram. Maksimum sayda sümüklərlə birləşmə əmələ gətirən sümük yalnız qarışıq sümük ilə birləşmə əmələ gətirir. Burada maksimum sayda sümüklərlə birləşmə əmələ gətirən nədir? Döş sümüyüdür. Hardan bildim? Çünki fikir verin, döş sümüyündə həqiqi qabırğalar birləşir. 7 cüt, yəni 14 dənə həqiqi qabırğa gəlir döş sümüyünə birləşir. Deməli, ən çox sümüyə burada birləşmə döş sümüyündədir. Bu da deyir ki, yalnız qarışıq sümüklərlərdir. Biz bilirik ki, döş sümüyünə gəlir, körpücüklər birləşir. Körpücüklər qarışıqdır. Amma döş sümüyündə qabırğalar da birləşir. 14 dənə qabırğa birləşir. Qabırğalar isə yastıdır. Deməli, burada bu yalnız sözünə görə bu fikir də səhv olur. Çünki yalnız qarışıq sümük deyil də, qarışıq və yastı sümüklər birləşir döş sümüyünə. 3-ə baxıram, bir növ sümük illiyinə rast gəlinir. Bəli, biz bayaqdan deyirik ki, uzun borlu sümüklərdə olur həm sarı, həm qırmızı sümük illiyi. Əgər sarı sümük illiyi yoxdursa döş qəfəsində, çünki uzun borlu sümük aidiyyatı yoxdur burada. Deməli, yalnız bir sümük illiyi, o da qırmızı sümük illiyi var. 1 ilə 3 doğru cavabdır hələ ki. Bir sümüyü minimum bir sümüklə birləşmə əmələ gətirir. Məsələn, döş qəfəsində bir sümük götürək. Döş fəqərələri. Sümüklər hansılardır burada döş qəfəsini əmələ gətirən? Biz bilirik ki, bura aiddir. Döş fəqərələri, qabırğalar, bir dənə də döş sümüyü. Məsələn, bir döş sümüyü 14 dənə bilavasitə sümüklə birləşdi. Qabırğalara baxıram, daha doğrusu 24 dənə qabırğa var, hər biri nə ilə birləşib? 24 qabırğanın son 2 cütü üzən qabırğalardır. Üzən qabırğalar, yəni 4 dənəsi birləşir hara? Bu döş fəqərəsinə. Amma bizə deyir bir sümük. Bir sümük deyil axı burada. 4 dənə sümükdür ki, hansı ki bir sümüklə birləşmə əmələ gətirir. Məsələn, 7 cüt qabırğa, 14 dənə qabırğa 2 sümüklə birləşmə əmələ gətirib. Döş sümüyü birləşmə əmələ gətirib 7 dənə, 14 dənə həqiqi qabırğa ilə 2 dənə də körpücük sümüyü ilə. Deməli, bir sümük söhbəti deyil burada. Amma desəydi ki, döş fəqərələrinə aid olan sümüklərdən bir sümüklə birləşənlər var. Bəli, məsələn, üzən qabırğalar, yenə də deyirəm, baxın, üzən qabırğalar bir tərəfdən yalnız döş fəqərələrinə birləşə bilir. Amma 4 dənə də bir dənə deyil deyə o cavablarda götürməyincə. 5. Ətrafların skeletinin sümükləri ilə bilavasitə birləşmir deyir. Baxıram ki, ətrafdan, mən dedim axı, kim var ətraflarımızda? Aşağı ətrafdan ümumiyyətlə əlaqəsi yoxdur döş qəfəsinin, amma yuxarı ətrafın qurşaq hissəsi ilə əlaqəsi var. Amma burada deyir ki, ətrafların skeletinin sümükləri ilə bilavasitə birləşmir. Amma birləşir axı. Mən göstərmişəm buradakı körpücük sümükləri ilə birləşir. 5-də çıxdı. Bilavasitə kəllə skeletinə birləşir deyir. Döş qəfəsi ilə kəllə skeleti arasında belə bir birləşmə yoxdur. Ona görə skelet bölməsində mütləq şəkildə təsəvvürümüzə gətirməliyik ki, kim hara birləşir, necə birləşir, əzbərlik deyil, başa düşmək lazımdır və yaxud da başa düşməyə çatan yerdə də, məsələn, döş qəfəsi harda, baş harda, görürsünüz, orada birləşdirən nəysə olsun, yoxdur heç nə. Deməli, burada da birləşmə olmayacaq, cavab 1 və 3 olur. 1 və 3.